Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. 3 sotun içində bu ev. Qiymət 33.000. Verdin, bu evi verdim sənə. Oldu nə? Gəllə məndən. Nəqd qiymət daha 33.000 manat. 33.000 manat. Verdin, bu evi verdim sənə. Gör nə qəşəng evdir. Çox gözəl bir evdir. Qiymətinə görə də həqiqətən yaxşı qiymətdir. Bax, toyuqlarımız da var. Gör nə qəşəng heyraltı, meydan xoruzudur. Qəşəng var belə həyətimizdir. Burada balaca mağazini var. Bibi deyir ki, bu 500 manata vermək olar aylığın. Deyim sizə bu başına bax. Qiymət həqiqətən pis qiymət deyil. Qazı var, suyu var, hamısı var, şotikləri var. Bu başdan sizə deyim. Bax, burada da toyuq damı var. Qəşəng. Evin kəməri, zadı hər bir şeyi var. Yerin deyim sizə, yerləşmə yeri. At yalında 551-in astronovkasında şəhidimizin bulağı var. Oradan şəhidimizin bulağından bura harasa 200 metr olar, olmaz. Yəni çox gözəl bir evdir. Qiymətinə görə də əla bir qiymətdir. Nəqd yenə deyirəm 33.000 manatdır. Yekə darvazası zadı hər bir şeyi var. Belə deyək ki, yəni kapital remontdur, yox, kapital remont deyil, orta babat remontdudur. Bax, burada sağda belə bir geniş mətbəximizdir. Görürsünüz, geniş kuxnamızdır. Burada belə bir hamam sanuzelimizdir. Baxın. Burada geniş belə bir zalımız var. Çox genişdir. Bibi prosta yataq otaq eləyib. Buranı Bibi zal eləyib də öz üçün oturmağa qəşəng. Burada da geniş belə bir yenə yataq otağımız var. Yenə deyirəm qeym ayda var ki burada. Bu ay evin sizə paydı. Mən hansı evə gəlirəm bir ay çıxırdı Allah haqqı. Bax, bu ay da evin sizə paydı. Yəni qiymət həqiqətən yaxşı qiymətdir. 33.000 manatdır. Yəni real alıcılara da inşallah cüzi endirim olacaq. Yerləşmə yerini dedim sizə, at yalında yerləşir. 2 otaq, bir mətbəx, ancaq geniş evdir, şəxsi tikili evdir, kəmərinə qədər var. Hər bir şeyi var evin. Qiymət 33. Verdin, bu evi verdim sənə. Oldu nə? Gəllə məndən. Sağ olun.